Adam məzlum olar, amma zalim olmaz. Məzlum yazıq demək deyil, məzlum o adamdır ki, ona zülm olunur. Hərdən məzlum deyəndə cəmaət elə bilir yazıq. Məzlum yəni zülm olunan Əli əleyhissalama Muaviyə məktub yazdı. Dedi ki, yadındadır o vaxt ki, həyat yoldaşını götürüb qapı-qapı gəzirdim və üzvə qapını açmırdılar. O vaxt yadındadır. Əli əleyhissalam dedi ki, sən mənə istədin, irad tutasan, amma məni təriflədin. Məzlumiyyət kişi üçün eyib deyil. Adam zalim olmaz. Amma kişi məzlum da olar bəzi tarixin dönəmində, bəzi şəraitdə. Dua eləyək ki, heç kimə zülm eləməyək, xüsusilə Allah dostlarına. Deyir, heç kəsə haqsızlıq eləmə, heç kəsə hörmətsizlik eləmə, birdən Allahın dostu olar. Biz bilmirik Allahın dostu kimdir, bilmirik. Allah gizlədib xalqın içində. Ağlımıza gəlməyən adamlar qiyamətdə görəcək Allah dostuymuş. Ağlımıza gəlməzdi. Deyir ki, hörmətsizlik eləməyin. Bir də ki, o adamlara ki, Allahdan